Salam, hörmətli tamaşaçılar. Enews TV efirdədir. Vətəndaş mövqeyinin qonağı, yazıcı, publisist, filologiya üzrə fəlsəfə doktoru, Beynəlxalq Radionun proqramlar şöbəsinin rəisi Natavan Dəmirçioğludur. Natavan xanım, xoş gəlmisiniz. Təşəkkür edirəm və burada olmaqdan çox məmnunam. Mən təşəkkür edirəm ki, dəvətimi qəbul elədiniz, gəldiniz. Natavan xanım, Beynəlxalq Radionun proqramlar departamentinin rəhbərisiz. Və bugünkü cəmiyyət üçün Beynəlxalq Radionun funksiyasından danışmaq istəyərdik sizinlə. Bilirsiniz, bu çox mühüm bir qurumdur və böyük bir tarixi var. 1941-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Həyatının müxtəlif dönəmlərində müxtəlif adlar daşıyıb. Azərbaycan Beynəlxalq Radiosu olana qədər xarici verilişlər studiyası olub, xarici verilişlər departamenti olub. Hal-hazırda dünyanın 12 dilində veriliş yayımlanır buradan. Sovet təbliğatı üçün yaradılanda əslində, yəni 1941-ci ildə Böyük Vətən müharibəsi, 2-ci Dünya müharibəsi baş verəndə Sovetlər öz həqiqətlərini dünyaya yaymaq üçün bu xarici verilişlər yaradıblar. Bu SSR-nin, keçmiş SSR-nin müxtəlif bölgələrində yaranıb, təkcə bizdə yaranmayıb. Sadəcə bizdə regional dövlət kimi İran və Türkiyə seçilib. İki dildə fəaliyyət göstərib. Amma sonradan Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bu qurumu çox böyük çətinliklə saxladılar və yeni bir mahiyyət daşıdı. Artıq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycanın haqq savaşı, Azərbaycanın beynəlxalq əlaqələri və eyni zamanda Azərbaycan həqiqətləri bütövlükdə bax bu beynəlxalq efir vasitəsilə dünyaya yayımlanır. Hal-hazırda bu demək FM dalğasında da yayımlanması barədə işlər gedir və inşallah ki, gələcəkdə bu FM dalğasında da yayımlanacaq. Yəni Azərbaycanın ölkə ərazisində də bu radionu dinləmək mümkün olacaq. Amma hal-hazırda o müxtəlif dillərdə və müxtəlif dövlətlərə ünvanlanaraq səsləndirilir. Belə bir qurumdur. Nə gözəl. Və rəqəmsallaşma media dövründə radio nə qədər aktualdır? Bilirsiniz, radionun qəribə bir taleyi olub. Yəni, necə qəribə bir taleyi olub? Yazılı media uzun müddət fəaliyyət göstərib. Siz bilirsiniz ki, əslində jurnalistika xəbərləmədən başlayıb. İnsanların öz xəbərlərini, xeyir və şər xəbərlərini qarşı tərəfə və yaxud da ki, publikaya çatdırmaq ehtiyacından doğub bu. Başlanğıcımızı hardan götürürük? Tonqallar yandırmaqla xəbər verirdilər, carçılar meydanda car çəkirdilər, çaparlar xəbər aparırdılar, göyərçinlərdən istifadə edirdilər. Bu nə idi? Mətbuatının əsası idi, özülü idi. Yəni, insanlar xəbərləşmə ehtiyacı duyurdu. Sonradan çap kağız meydana gəldi və çap maşını yarandı. Beləliklə də mətbuatın böyük bir mərhələsi başladı. Yəni, onu yazılı şəkildə tirajlamaq mümkün oldu. Amma siz bilirsiniz, bu 18-ci əsrin axırlarında, 19-cu əsrdə və radio yarandı və necə böyük bir texniki, mədəni, kütləvi inqilab oldu bu. Və radio öz qızıl dövrünü yaşadı. Yəni, yazılı mətbuatdan insanlar səsli mətbuata keçdi. Yəni, eyni, burada da əsas məsələ xəbərləmədir, burada da əsas məsələ bildiklərini bölüşməkdir. Amma baxır ki, sən səsli, insan səsi eşidirsən və böyük bir inkişaf oldu. Və sonradan onun böyük bir rəqibi gəldi, televiziya gəldi və bu da xəbəri səsli çatdırırdı. Eyni zamanda bu interaktiv olaraq görüntülü və beləliklə radionu sıxışdırmağa başladı. Yəni, radionun sıxışdırılması, televiziyanın yaranması və kütləvi verilişlərin başlamasından əsası qoyuldu radionun sıxışdırılmasına. Amma radionun qəribə bir taleyi var. Necə taleyi var? Böyük bir rəqib televiziya onu küşüyə sıxışdırdı və onun ardınca internet yarandı. İnternet onu daha da küncə doğru itələdi və sonradan çox qəribədir. Artıq yeni smart telefonlar vasitəsilə radionun bir yeni həyatı başladı. Yəni, tamamilə az qala media sistemindən, elektron media sistemindən kənarlaşma təhlükəsi qarşısında qalan radionun birdən-birə 21-ci əsrdə bir yeni dövrü, yeni erası başladı. Bu nədir? Bu elektron televiziya
televiziyalar, elektron radiolar və bunların smart telefonlarda dinlənilməsi, gənclərin qulaqçıqlar vasitəsilə demək bütün günü radionu dinləməsi yenidən radioya 21-ci əsrdə inanılmaz yeni bir həyat qaytardı və beləliklə artıq radio öz yerində qalmaqdadır. Sadəcə radioda bir mahiyyət dəyişməsi gedir. Yəni daha yarım saatlıq, 1 saatlıq verilişlər o qədər də məqbul sayılmır. Daha qısa, lakanik, tamaşaçının ünsiyyət qura biləcəyi verilişlərə daha çox üstünlük verilir ki, radio insanların həyatında belə bir mühüm rol oynaya bilsin. Ona görə də radioya, yəni optimist baxmaq lazımdır onun taleyinə. Bilirsinizmi, hər şey insan yaratsa da bəzən elə şeylər olur ki, insanların iradəsindən kənarda o hadisələr baş verir. Axarının hara gedəcəyini, necə gedəcəyini də proqnozlaşdırmaq o qədər də asan olmur. Ona görə də biz deyə bilmərik ki, gələcəkdə radio lazım olacaqmı, olmayacaqmı? Amma hər halda hazırki devirdə, yenə deyirəm, bütün gənclik öz ağıllı telefonlarla radionu dinləməkdədir. Natiqə xanım, beynəlxalq auditoriya üçün Azərbaycan mədəniyyəti necə təqdim olunur? Beynəlxalq auditoriya üçün Azərbaycan mədəniyyəti, bilirsiniz, ta folklor dəyərlərindən tutmuş, modern, postmodern incəsənətimizə qədər bu radioda təbliğ olunur. Və mən sizə deyim ki, ümumiyyətlə bizim folklor dəyərlərimiz Azərbaycanın ən unikal dəyərlərindən biridir və dünya xalqlarının hamısına nəsib olmayan bir dəyərdir. Siz bilirsiniz, məsələn, gör ərazisicə nə qədər bizdən böyükdür qonşu dövlət, əhalisicə bizdən nə qədər böyükdür qonşu dövlət və dilinin genişliyi vasitəsilə öz tərcümə mədəniyyətinin yüksək olması, dünya mədəniyyəti o xalqın dilində səslənməkdədir. Amma onun folkloru İqor Polku haqqında dastandan üzü bəri başlayır. Görürsünüzmü? Bu Azərbaycanla müqayisədə Azərbaycanı necə böyük bir yatıra sahib millət kimi, xalq kimi, dövlət kimi önə çıxarır. Çünki bizim çox qədim folklorumuz var və folklor ciddi bir faktordur. Son dərəcə ciddi bir faktordur. Və dünyanın elə xalqları var ki, onlar çox böyük nailiyyətlər əldə ediblər, amma onların istənilən bir səviyyədə folklor dəyərləri və folklor yatırı yoxdur. Və zaman keçdikcə müəyyən zaman mərhələlərində, müəyyən siyasi formasiyalar dönəmində belə məlum olur ki, həmin dövlətlər özlərini o qədər də doğrulda bilmirlər. Hardasa o ənənəni, o tendensiyanı axıra qədər apara bilmirlər. Bax, bu baxımdan Azərbaycan folkloru o qədər zəngindir ki, Azərbaycan bundan həm öyünə bilər, həm də bunu təbliğ etməkdə çox israrlı olmalıdır. Çünki folklorda dil var, folklorda mədəniyyət var, folklorda etnografiya var, folklorda aborigin əhalinin bütün yaratdığı mədəniyyət sistemi var. Və o mədəniyyət sistemi səni ifadə eləyir. Amma onu müasir səviyyədə gəlişdirmək, bu başqa məsələdir. Yəni, bu da çox vacib bir məsələdir. Yəni, özün olanları daha çox inkişaf elətdirməlisən ki, müasir dünyadan geri qalmayasan. Ona görə biz təbliğatda elə təməldən başlayaraq ta bu günə qədər sistemli şəkildə bunu həyata keçirməyə çalışırıq. Natiqə xanım, xarici media ilə rəqabətdə Azərbaycan radiosunun mövcud üstünlükləri və zəif cəhətləri? Burada bu da çox ciddi sualdır. Yəni bizdən asılı olmayan da səbəblər var. Amma mən sizə bir fakta deyim ki, Azərbaycan Beynəlxalq Radiosu müstəqillikdən sonra dünya radioları kataloquna daxil edilib. Bu çox ciddi nailiyyətdir. Yəni bu rəsmən tanınmaq deməkdir, rəsmən qəbul edilmək deməkdir. Bax, bu bizim üçün çox qızıl faktdır. Amma digər məsələlər var. Məsələn, bizim hal-hazırda Azərbaycan Beynəlxalq Radiosu YouTube üzərindən yayımlanır. Bunu daha da genişləndirmək olar, intensiv etmək olar. Məsələn, müəyyən verilişlər YouTube platformasında yayımlanır.
amma bunu bütöv verilişlərə aid etmək olar. Bax, bu baxımdan tam son dərəcə deyə bilmərik ki, bütün işlər bitmişdir. Bayaq sizə dedim, hələ bu radionun FM dalğasına keçməsi məsələsi var. Hələ bu radionun bütün Qarabağ ərazisində səslənməsi məsələsi var. Yəni görüləcək qarşıda işlər də var. Amma hal-hazırki durumu da kifayət qədər yaxşı bir durumdur. Qarabağ işğaldan azad olunanda nələr yazdınız? Mən Qarabağlı deyiləm, amma hamı məni Qarabağlı hesab eləyir. Görün, mən nə qədər Qarabağ üçün çalışmışam, nə qədər yazmışam, nə qədər daha yaxın olmuşam və həm atam, həm anam doğulduğum yer Qazaq olmağına baxmayaraq, amma Mən elə bildim, siz Qarabağlısınız. Və çox adam onu mənə deyir. Və mənim yazılarımda var Qarabağ. 30 il Qarabağ üçün mücadilə etmişik. Mən demirəm təkcə mən etmişəm, amma bütün həmkarlarım, bütün həmkarlarım, dostlarım, bütün əməkdaşlarım, mənimlə çalışanlar, bütün ekibimiz bizim Qarabağ üçün çalışıb. Və nəticədə də sizin dediyiniz, bax, bu məsələ gəlir, çıxır o məsələ ortaya. Amma doğrudan da mən, məsələn, necə ki Qarabağlı idim mən, hal-hazırda Qərbi Azərbaycanlıyam. Hal-hazırda Qərbi Azərbaycan üçün, Zəngəzur üçün çalışırıq, vuruşuruq. Yəni, bizim mücadiləmiz hələ bitməyib. Yəni, problemin birini həll etmişik, amma ikinci problemimiz durur və hamılıqla bütün xalq olaraq, dövlət olaraq, Ali Baş Komandan başda olmaqla cənab prezidentimiz İlham Əliyev və onun bütün komandasında olan, tabeliyində olan bir xalq, onu lider kimi qəbul edən böyük bir toplum, böyük bir dövlət ikinci hədəfinə doğru getməkdədir və bu çox ciddi məsələdir. Qaldı ki, sizin sualınıza Qarabağın azad edilməsində mən nələr yaşadım? Qarabağın azad edilməsində mən həm bir insan kimi, həm bir vətəndaş kimi, həm bir daha çox yazıcı kimi xoşbəxt oldum. Çünki mən məhz Qarabağ problemi ilə bağlı bir əsər üzərində işləyirdim. Bu birinci Qarabağ müharibəsi, ikinci Qarabağ müharibəsi və nə böyük xoşbəxtlik ki, zəfərimiz haqqında bir romandır. Və bu əsərin mən bir dəfə də müsahibələrimin birində demişəm, bunu cənab Ali Baş Komandan Azərbaycan prezidenti İlham Əliyev mənimlə bərabər bu romanı sanki yazdı. Yəni mənə dəstək oldu bu romanın yazılmasında, heç özünün də xəbəri olmadan. Bu necə baş verdi? Bu o cürə baş verdi ki, mən romanı işləyirdim və mən romanı qələbə ilə bitirməli idim. Şübhəsiz ki, öz xalqımı məğlub durumda göstərə bilməzdim. Amma əlbəttə bunun variantlarını da mən axtarırdım. Mən öz xalqımın daxilən qalib olduğuna inanırdım. Yəni, məğlubiyyət romanı da yazmaq olar. Əgər sən məğlub olursansa, öz xalqın haqlarını, öz xalqın faciəsini, öz xalqın mübarizədə qələbə əldə edə bilməməsini, böyük bir yolda şəhid olmasını da göstərə bilərsən. Amma mən yazıcı təhdər şuurumla inanırdım ki, mənim xalqım bu problemdə, bu məsələdə qalibdir və haqlı tərəfdir. Mən onun haqqını özünə vermək istəyirdim. Amma bu mənim gücüm xaricində idi. Bunu məhz Ali Baş Komandan İlham Əliyev həyata keçirdi. Həm diplomatiya sahəsində, həm hərb sahəsində, həm elə media sahəsində, hətta bizim də işimizi gördü və beləliklə o mənə dəstək oldu və halal haqqıdır ki, o romanda məhz Ali Baş Komandan obrazı da var. Sadəcə o obraz bütün hadisələrin fövqündə dayanır, yəni oxucu onu görmür. Amma oxucu bilir ki, bütün bu hadisələrin hamısı Ali Baş Komandana təqdim olunmaq üçün, ona hesabat verilmək üçün bu hadisələr bu şəkildə inkişaf eləyir. Və son nəticədə şübhəsiz ki, zəfər oldu
Və mən orada vermişəm. İndi tənqidçilər mənə deyir ki, Natəvan xanım, bu əsər deyil, bu artıq ədəbi hadisədir. Buna təkcə əsər demək olmaz. Bu Azərbaycan ədəbiyyatının böyük hadisəsidir ki, 21-ci əsrdə baş verdi. Deyirəm ki, yox, siz çox abartdınız bunu. Deyirlər ki, yox, həqiqətən də bu belədir. Çünki o açar simvolikası ki var. Mən alimlərimizə minnətdaram ki, o simbolikanı da onlar çox gözəl ifadə eləyirlər. O təkcə Qarabağın açarı deyil, o təkcə bizim problemlərimizin açarı deyil, o həm də Zəngəzurun açarıdır, o həm də Dəmirqapı Dərbəndin açarıdır. Yəni çox ciddi tarix mesajları var o romanda. Təşəkkür edirəm sizə, Natəvan xanım. Mən sizə təşəkkür edirəm. Çox xoş oldu və çox sevdiyim bir xanımla üz-üzə gözəl bir televiziyada əlbəttə ki, mən məmnuniyyət hiss etdim. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli tamaşaçılar, EdNews TV-nin vətəndaş mövqeyinin qonağı filologiya üzrə fəlsəfə doktoru, Beynəlxalq Radio Proqramlar Şöbəsinin rəisi Natəvan xanım Dəmirçioğlu idi.